Bu günləri mən sizlərə Trendyoldan Azərbaycana necə sifariş edə bilərik, qeydiyyat prosesi, həmçinin sifariş etdikdən sonra bəyannamə prosesi necə edilir, bunun haqqında danışacağam. İnanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olacaqdır. Dəyərli izləyicilər, indi isə heç vaxt itirmədən keçək videoya. Trendyol tətbiqini App Store və yaxud da Play Store internet mağazasından endirdikdən sonra daxil oluruq. Daxil olduqdan sonra burada hesabın bölməsinə gəlirik. Daxil ol və yaxud da qeydiyyatdan keç bölməsinə girib, buradan Apple, Google, Facebook və yaxud da elektron postunuz, yəni Gmailiniz vasitəsilə daxil ola bilərsiniz. Mən indi buradan Google ilə davam et vuracam və növbəti səhifədə Gmailimi təsdiqləyib növbəti səhifədən davam edəcəyik. Biz artıq Gmail ilə daxil olduqdan sonra hesabımız aktivləşdi. İlk öncə nə etməliyik? Mən sizə onu göstərim. Ana səhifəyə gəlirik. İstədiyimiz hər hansı bir məhsulu buradan biz axtarış bölməsindən axtarıb tapa da bilərik və yaxud da ki, ana səhifədə qarşımıza burada bizdə kateqoriyalar çıxır. Qadın, kişi, supermarket, kosmetika və sair kimi bölmələr. Buralardan da tapa bilərik istədiyimiz şeyləri. Məsələn, mən bura yazacağam. Deməli, erkək, tişört. Yazıb axtarışa verdikdən sonra, bu arada tətbiqimizin dili Azərbaycan dilindədir. Yəni Azərbaycan dilində də yazsaz çıxacaq. Buradan sizə göstərmək məqsədi ilə, məsələn, burada bu köynəyi almaq istəyirəm, tutalım. Səbətimə ata bilərəm. Aşağıda mağazanı görürük. Jack Jones firmasının tişörtüdür. Rənglərini seçə bilərəm. Bədən ölçüsünü seçə bilərəm. Aşağıda istifadəçi rəylərini görə bilərəm. İnsanlar alıb, yoxlayıb və öz fikirlərini bölüşüblər. Kolleksiyama əlavə edə bilərəm və oxşar məhsulları tapa bilərəm. Axtaracağınız məhsulu, məsələn, tutalım getmisiniz hər hansı bir molda paltar görmüsünüz və bəyənmisiniz, onu necə tapa bilərsiniz Trendyolda? Yuxarıda sağda kamera işarəsi var. Buna vurduqdan sonra kamera icazə verib vururuq və qaleriyamızdan molda və yaxud hər hansı bir yerdə bəyəndiyimiz paltarın şəklini yükləyib həmin məhsulu Trendyolda tapa bilərik və sifariş edə bilərik. Məsələn, mən bu Jack Johnson köynəyini səbətə əlavə edirəm, S razmerini. Səbətə əlavə etdikdən sonra bizi səbətə yönləndirir və çatdırılmanın pulsuz olması üçün səbətinizə daha 6 manat 30 qəpik məhsul əlavə etməlisiniz deyə bir bölmə bildiriş çıxdı. Əgər əlavə etməsəm də çatdırılma pulu burada 4 manat. Və endirim kodları, əgər yeni istifadəçisinizsə, burada sizdə endirim kodu da ola bilər, yəni avtomatik özü tətbiq oluna bilər. Səbəti təsdiqlə vururam. Burada konumunuzun Trendyol tərəfindən tapılmasını icazə verə də bilərsiniz, amma mən vermirəm. Ünvanı aşağıda əllə daxil edin deyə bir bölmə var. Bura daxil oluruq və buradakı məlumatları daxil edəcəyik. Ad, soyad, Əli Qasımzadə, ərazi kodu, məsələn, mobil nömrə yazacağıq. Şəhər bölməsinə isə burada yaşadığımız ünvanı seçəcəyik. Məsələn, Bakı, yaşadığımız rayon hansı rayondursa onu qeyd edirik. Yasamal rayonu, ünvan, Nazim Hikmət küçəsi 0. Yadda saxla deyirik, təsdiqlə deyirik. Pin kodda bizdə xəta verdi. XXXX, yəni 0. Yadda saxla deyirik, təsdiqləyirik. Bizim nömrəmizə buradan təsdiq kodu gələcək və sizdə də bu bölmədən sizə SMS gedəcək. Həmin o təsdiq kodunu yazacağıq. Yazdıqdan sonra növbəti səhifədən davam edəcəyik. Nömrəni təsdiqlədikdən sonra qarşımıza 2 dənə seçim çıxır. Ünvana çatdırılsın ya Gəlal məntəqəsini seçin. Əgər evə çatdırılmasını istəyirsinizsə, burada ünvana çatdırılsın bölməsi seçəcəyik. Gəlal məntəqəsi seçmək istəyiriksə, Gəlal məntəqəsi. Məsələn, ünvana çatdırılma seçirəm. Aha, gördüyünüz kimi artıq bizdən burada ünvan qeyd olundu. Əgər fikrimizi dəyişmək istəsək, burada Gəlal məntəqəsi seçə bilərik, amma ünvana çatdırılma deməli 5 manat fərqlədir. Gəlal məntəqəsi isə 3.99, yəni ümumilikdə bizdən 8.99, yəni 9 manat. Evə çatdırılmaq istəsək, çatdırılma pulu 9 manat olacaq. Gəlal məntəqəsi seçsək, deməli 4 manat. Arasında 5 manat fərq var. Əgər büdcənizə qənaət etmək istəyirsinizsə, Gəlal məntəqəsi seçin. Çünki 5 manat orada qabağa düşəcəksiniz və burada Somolda olan bir çox Gəlal məntəqələrini bizə çıxartdı. Bunlardan mən birini seçəcəm indi. Random üçün məsələn Musabev parkına yaxın bir çatdırılma məntəqəsidir. Gəlal məntəqəsini seç deyirəm. Aşağıda bizdə Apple Pay ilə ödəyə bilərik, bir bankla ödəyə bilərik və yaxud da kart nömrəmizi daxil edib ödənişi təsdiqləyə bilərik. Siz burada istədiyinizi seçə bilərsiniz. Kartınız varsa, burada kart kodunuzu daxil edirsiniz. İstifadə müddətini yazırsınız, CVV-ni yazırsınız. Kartın yaddaşda qalmamasını istəyirsinizsə, buradakı quşu götürürsünüz. Əgər deyirsinizsə, kart yaddaşda qalsın, bu quşu götürmürsünüz, elə belə də qalır. Daha sonra aşağı düşüb bura bir dənə quş qoyuruq və təsdiqlə bitir deyirik. Bunları etdikdən sonra bizə bəyanla bağlı SMS gələcək və bəyannamə qaydası da sizə öyrədəcəm nəyi necə etmək lazımdır. Videonu axıra kimi mütləq izləyin. Dəyərli izləyicilər, Trendyol sifarişimizin bəyannaməsi ilə bağlı Trendyol bizə WhatsApp üzərindən bildiriş göndərdi ki, filan nömrəli bağlamanın vaxtında təhvil verilməsi üçün gömrük bəyannaməsini təqdim etməyinizi gözləyirik. Daha sonra biz nə etməliyik bu SMS aldıqdan sonra? Buradan çıxırıq və Smart Customs proqramını yükləməmisinizsə və qeydiyyatınız yoxdursa, yuxarıda sağ tərəfdə çıxan kartlardan həmin videomu izləyib siz də
özünüzə Smart Customs hesabı aça bilərsiniz və daxil ola bilərsiniz. İndi biz daxil olacağıq Smart Customsa. Daxil olduqdan sonra qarşımıza belə bir səhifə çıxır. Burada biz elektron ticarət, daha sonra bəyan edilməmişlərə gəlirik. Gördüyünüz kimi burada Starexdən bizə bəyannamə ilə bağlı bildiriş gəlibdir və biz bəyan etmək üçün burada bəyan et bölməsinə klik edəcəyik. Orada şəxsi məlumatlarımız düşməsin deyə növbəti səhifədən biz davam edəcəyik. Yəni siz də sadəcə bəyan et vurursunuz. Orada nömrənizi yazacaqsınız, irəli vuracaqsınız. Növbəti səhifəmiz buradır, yəni ikinci səhifəmiz. Burada da edəcəyimiz bir şey yoxdur. İrəli vururuq, əlavə et deyirik. Aha, malın daxil olduğu əsas qrupu seçmək üçün biz nə edəcəyik? Gələcəyik Trendyol-a. Trendyol-a daxil olduqdan sonra hesabım, daha sonra burada bütün sifarişlərim. Burada görürük ki, 43 manat 19 qəpik göstərir və biz gəlib bəyannaməmizi burada biz kateqoriya olaraq seçməliyik. Məsələn, yuyucu toz, görək burada çıxacaq. Yox, təmizlik vasitələri. Aha, kimyəvi təmizlik vasitələri, qab yuma vasitələri, daha sonra invoice qiymətini isə gördüyünüz burada olan 43 manat 19 qəpik. Bəli, 43 manat 19 qəpik yazırıq. Valyuta yerindən isə Azərbaycan manatı seçirik. Nəzərinizə çatdırım ki, qəpiyi varsa qəpiyi də yazın. Məsələn, 43 manat 19 qəpik də necə, nə qədər pul ödəmisinizsə, necədirsə onu yazın. Yəni yuvaqlaşdırıb yazmayın. Sonra gömrükdə qalsa, yəni ki, problemin səbəbi orada siz yuvaqlaşdırmağınızdır. İrəli vururuq. Daha sonra aşağıda bəyannamədə yanlış məlumat təsdiq etmədiyimizlə bağlı orada quşa işarəyə seçim eləyirik və təsdiqlə deyirik. Tamamla deyirik və bu qədər. Artıq bizim bəyannaməmiz hazırdır. Bundan sonra sadəcə biz məhsulumuzu gözləyəcəyik. Məhsulumuzu hardan izləyə bilərik deyə bilərsiniz. Trendyol-a daxil olduqdan sonra burada təfərrüatlar bölməsinə daxil oluruq. Daxil olduqdan sonra biraz aşağı düşüb burada bağlamanın çatdırma mərhələlərini izləmək üçün kliklə bölməsi var. Hansı ki biz bura bir dəfə klik edirik və karqom haradadır bölməsi açılır. Burada hal-hazırda bağlamamızın harda olması ilə bağlı və statusu ilə bağlı məlumatlar qeyd olunubdur və buradan biz rahat bir şəkildə izləyə bilərik. Və burada da yazıb ki, bəyannamənin bizə əks olması 2 saata qədər çəkə bilər. Yəni biz indi Smart Customsda bəyan etməyimizə baxmayaraq hələ ki bura düşməyib. Orada da yazıb ki, 2 saat gözləyə bilərsiniz. Yəni 2 saat ərzində düşəcək. Bu qədər. Bəyannamədən hardasa maksimum 1 həftə, 5 gün, 10 gün uzağı, yəni 10 günü o tərəfə çəkməsi düşünürəm ki, məhsulunuz sizin təhvil məntəqənizə və ya da sifariş verdiyiniz ünvana gəlib çatdırılacaq. İzlədiyiniz üçün təşəkkürlər. İnanıram ki, faydalı oldu. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik, çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumat olmayan dostlarınızla videonun linkini bölüşməyi unutmayın. Sizin kanalımıza abunə olmağınızın ən əsas faydası belə faydalı xarici alış-veriş saytlarından daha tez xəbərdar olmağınız üçündür. Gələcək videoların nə haqqında olmağını istəyirsinizsə aşağıda şərh bölməsində də qeyd edə bilərsiniz. Özünüzə yaxşı baxın. Hələlik.